saymayanlarız. Kim məni sayarsa baş əyərəm ona hər zaman. Amma bir dəfə, 3 dəfə, 5 dəfə mən baş əyməyim, o hörmətsizliyi görəndə mən nədənsə deyən sözə gəldirəm ki, artıq bu olmur axı. Amma mən düşünürəm ki, Allah inanın mənə, verdiyini bir saniyə dalar, biz kimik ki? Əlbəttə. Mən dünən məsələn, mən danışa bilmirdim səhər. Mən buradan Fəxriyə xanıma da teşekkür edirəm. Göydə Allah yerdə Fəxriyə Namazova, gözəl səs faniatırımıza. Mən səhər danışım, mən Firuz Əliyevin dünən yubileyində oxumalıydım. Mən səhər duranda səs qonaqlar oturub, kondisioner vurub danışamırdım. Günorta elə Kazım bəyin ATV-də 106.3-də radiodaydım. Danışa bilmirdim, canlı yayını da açmışdılar. Sinəm tutulmuş, deyirdim, mən 2-3 saat qalıb necə oxuyacam. Və bir yandan o şəfalənlər, bir də Allahın verdiyi güc, enerji və qarşındakı oturan auditoriyadan, tamaşaçıdan aldığın müsbət enerji var. O insana güc verir və həmin anda sən vəziyyətdən çıxırsansa şükür eləməlisən. Biz kimi bir saniyədə orada sən biabır ola bilərsən, istəksək dərəcə. Ona görə sinəmizə döyükməlindən deməməliyik. Bir-birimizin uğuruna sevinməliyik. Onun səsini alıb mənə verəs döyür, mənim səsimi alıb ona verəs döyür, onun uğurunu alıb mən hər şeyi verəm. Amma gəlin bir şeylə qəbul eləyək, yekun olaraq çox fəlsəfi danışdıq, amma pislər də olmasa, bax bu cür yaxşıların qədrini bilməliyik.